Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün Türk mətbəxindən çayın yanında ləzzətlə yeyə biləcəyiniz meyvəli lokum hazırlayacağım. Mən mandarindən istifadə etdim. Mandarinin qabığını soyuram, daha sonra isə blenderdən keçirirəm. Alınan şirəni ələşdən süzürəm. Şirəni stəkanın içərisinə töküb qazana əlavə edirəm. 2 stəkan yarım meyvə şirəsi alındı. Şirənin üzərinə 1 dolu stəkan qarğıdalı nişastası və 2 stəkan şəkər tozu tökürəm. Daha sonra çırpıcı ilə yaxşıca qarışdırıram ki, içərisindəki topaqlar tamamilə ərisin. Qazanı ocağın üzərinə qoyuram, dayanmadan qarışdıraraq bişirirəm. Şirə yenicə qaynamağa başlayanda içərisində topaqlar əmələ gəlir, daha sonra isə əriyir. Belə bir qatılıqda olduqda üzərinə doğranmış qozləpəz tökürəm. Yenidən yaxşıca qarışdırıram, 1-2 dəqiqə də bişirirəm. Qabın içərisinə qarğıdalı nişastası tökürəm. Və hazırladığım qarışımı qabın içərisinə əlavə edirəm. Taxta qaşıq vasitəsilə qabın hər tərəfinə gələcək şəkildə yayıram. Beləcə otaq temperaturunda soyuduqdan sonra qabı soyuducuda 2 saat gözlədirəm. İki saat keçdikdən sonra qabı soyuducudan çıxarıram və yenidən üzərinə qarğıdalı nişastası tökürəm. Gördüyünüz kimi qabdan asanlıqla çıxır. Çıxarıb yağlı kağızın üzərinə qoyuram və bıçaqla kəsirəm. Kəsən zaman bıçağa biraz yüngülcə yapışır, bu normaldır. Daha sonra lokumu kəsib boşqaba yığıram. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə,
Mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Hazırlayacaq hər kəsə nuş olsun. Sağ olun, görüşərik.